məktəblərimizdə yarmarka var. Bizim məktəbdə yarmarka hər il olur və bütün siniflər nələrsə satır. Burada da dostum Xədicə var. Salam. İndi ikimiz də lahmacun çiğ köftə almışıq və indi çiğ köftənin dadına baxacağıq bir yerdə. Birinci limonatamızı göstərərik və qiymətdə şərtləyirik. Bunun adı çox... Limonata. Mən danışa bilmirəm. Bunun dadı çox qəşəng idi. Əslində ki 1 manat idi. Yəni ki qiyməti də çox sərfəli. Gəlin də siz də gözləyirik. Bəli. Hələ sos yerdəydi. Ot gəldi ağzıma. Biraz hızlanıraq. Gəldi mi? Buna bəyənməm. Məncə qəşəng. Şeydir. Həqiqi sevindim. Mən xoşlanıram. Həm də ki qiyməti 3 manat idi. Ayran alsaydıq 3 manat 60 qəpik olacaqdı. Amma bizim limonatamız var idi deyə almadıq ayran. Beğendim. Sen beğenmişsin zaten. Puan ne kadar olar? Puan göre. Onda 10 değil bence. Onda 10 deyil. Ama Onda 7. ben de 10 dedim. Onda 7 tam. Onda 7. Salam. Salam şiş. Buraya yarmarkadan da videolar koyaram. Sağ olun.